Mən hər birinizi salamlayıram və bugün danışacağım mövzu son zamanlar mənə verilən suallar içərisində üstünlük təşkil edir. Bu sual ondan ibarətdir ki, bizim istər orta yaşlı, istərsə də yaşlı nəsil nümayəndələri maraqlanırlar ki, tez-tez cinsi əlaqədə olmaq zərərlidirmi və yaxud da ki, nə qədər düzgündür? Bu kimi suallarla mənə müraciət edirlər və mən də bu suallara aydınlıq gətirmək istədim. Ona görə bu mövzuya bugün toxundum. İlk növbədə nəzərinizə çatdırım ki, cinsi əlaqə, cinsi münasibətlər iki partnyor arasında olan münasibətlərin bir formasıdır ki, hansı ki, bu cinsi əlaqə formasında özünü göstərir və bu zaman iki şəxs arasında olan intim münasibətlər bu hər iki şərəfin qarşılıqlı razılığı əsasında baş verir və bu zamanda qarşılıqlı maraq, qarşılıqlı istək çox mühüm əhəmiyyət daşıyır və nəzərinizə çatdırım ki, bu cinsi maraq və cinsi istək üst-üstə düşdükdə normal cinsi münasibətlər yaranır və bu münasibətlər də hər bir şəxsin istəyindən, hər bir partnyorun istəyindən asılı olaraq həyata keçirilir. Amma çox vaxt bəzi partnyorlar arasında cinsi münasibətlərin düzgün qurulmaması nəticəsində cinsi əlaqə zamanında müəyyən çatmamazlıqlar müşahidə olunur. Bu ondan irəli gəlir ki, bəzi partnyorlar daha tez-tez cinsi əlaqəyə girməyə üstünlük verirlər, digər partnyorlarda isə bu daha az təşkil edir. Yəni ki, onlar cinsi münasibətdən, cinsi əlaqədən qaçırlar. Ümumiyyətlə, cinsi münasibətlər, cinsi əlaqələrin pik nöqtəsi 18-33 yaş aralığında qeyd edilir və bu dövrdə hormonal sferada olan maksimum aktivlik və eyni zamanda həmin şəxslərin cinsi həvəsi, cinsi marağı yüksək dərəcədə olduğuna görə bu dövrlərdə bu insanlar həftədə bir neçə dəfə cinsi əlaqədə ola bilərlər. Ancaq burada da bu fərdi xarakter daşıyır. Yəni, hər bir şəxsin onun fiziologiyası, onun hormonal balansı bu cinsi funksiyanın yerinə yetirilməsində mühüm əhəmiyyət daşıdığına görə burada da fikir ayrılığı ola bilər. Amma ümumiyyətlə isə normada kişi-qadın münasibətlərində istər gənc, istər orta yaşlarda cinsi münasibətlər, cinsi əlaqə həftədə 2-3 dəfə ola bilər. Bəzi hallarda isə bu çox və yaxud az olması həmin şəxslərin, yenə dediyim kimi, hormonal balansından və onların gündəlik həyat tərzindən asılıdır. Bəzən gündəlik gərgin işdə çalışan bizim insanlar və yaxud da ki, yuxusuz qalan, yorğun olan insanlarda cinsi münasibətlər pozulur. Bu da ilk növbədə həmin şəxslərin kifayət qədər istirahət edə bilməmələri, eyni zamanda onların normal qidalanmamaları ilə əlaqədar ola bilər. Yəni ki, bu zaman cinsi aktivlik aşağı düşür və bu qabaqki kimi cinsi maraq, cinsi istək olmur və bu da bəzən partnyorlar arasında narazılığa gətirib çıxara bilər. Suala qayıtdıqda cinsi aktivliyin nə dərəcədə çox olması və bu dərəcədə həmin insanlara necə təsir etməsini biz müzakirə etsək, belə bir nəticəyə gəlmək olar ki, tez-tez cinsi əlaqədə olmaq təbii ki, ziyandır. Yəni, əgər bu hər gün təkrarlanırsa və həmin orqanizmdə müəyyən fizioloji cəhətdən dəyişikliklər baş verə bilər, həmin orqanizm immuniteti zəifləyə bilər, onun infeksion xəstəliyə qarşı müqaviməti azala bilər və bu insanlarda get-gedə həyata marağın itməsi və ümumiyyətlə öz işinə, öz ailəsinə qarşı marağın itməsi sonda onun sinir-psixoloji durumunu çətin hala salar. Bəzi hallarda isə bu xəstələrdə, bu kimi insanlarda biz depressiyanı da müşahidə edə bilərik. Buna görə də hər bir şey qədərində yaxşıdır və hər bir orqanizm, hər bir yaş özünə uyğun şəkildə davranmalıdır və cinsi münasibətlərə də münasibəti normal, düzgün olmalıdır ki, sonra partnyorlar arasında müəyyən narazılıqlar yaranmasın. Sonunda sizə təşəkkür edirəm ki, bizim kanalı izləyirsiniz. Bizim videoları bəyənməyi və kanala abunə olmağı sizdən xahiş edirəm. Sağ olun, salamat qalın.